Satışda məhsul satmaqla problemi həll etmək arasındakı əsas fərq nədir? Məhsulu satmaq sırf məhsula fokuslanır. Hansı ki, əldə qalan məhsul ola bilər bu. Bunu satıb bitirməyə fokuslanırıq. Amma artıq problemi həll etmək bu birbaşa müştəriyə yönəlikdir ki, ehtiyacına uyğun biz məhsulu çıxardıb ona təklif edirik. Təqdimat zamanı ən çox hansı səhv edilir? Təqdimatdan yəni bir öncəki addım tələbatın aşkarlanması və ya tələbatın yaradılmasına toxunmaq istəyirəm. Çünki burada ehtiyac düzgün müəyyən edilmədiyinə görə və ortaya çıxan müştəriyə sunulan məhsul düzgün olmadığına görə birbaşa burada təqdimata keçirilir və ən böyük problem burada gəlir ki, müştəri istədiyi məhsul olmadığına görə və yaxud da ehtiyacı olmadığı məhsul olduğuna görə təqdimat ona mənasız gəlir. Təqdimatın özündə isə səhv budur ki, təqdimat prosesində müştəriyə uyğun həll təklif olunmur. Satışda səs tonu və bədən dili nə qədər önəmlidir? Çox önəmlidir və hətta deyərdim ki, satışın ən pik nöqtələrindən biridir. Səbəb nədir? Səs tonu müştərinin aurasını ələ alır ilk öncə. Sənin səs tonunun yüksək və yaxud da alçaq olması, çox sürətli danışmağın və yaxud da çox yavaş danışmağın bu müştəriyə ciddi mənada təsir edir. Bədən dilinin isə ən əsas rolu inandırma bacarığına yönəlir. Sənin bədən dilin nə qədər şəffaf və nə qədər açıq olursa, müştəri sənə bir o qədər daha yaxşı anlayır və inanır. Məhsul yox, fayda satmaq nə deməkdir? Müştərinin ehtiyacına uyğun olan məhsulu yox, biz əslində o məhsulun müştəriyə verəcəyi faydanı satırıq. Yəni müştəri həmin məhsulu əldə etdikdən sonra nə əldə etmiş olur? Yəni onun istifadəsindəki proses və yaxud istifadəsindəki prosesdən sonra nə əldə etmiş olur? Fayda budur. Vaxtım yoxdur deyən müştəri əslində nə demək istəyir? Burada bir neçə nüans var əslində. İlk nüans budur ki, bu müştəri qarşı tərəfi etik qayda içərisində yola verir. İkinci bir nüans da budur ki, doğrudan da bu adamın vaxtı yoxdur, həmin an və həmin zamana. Biz burada satış adamı olaraq nə etməliyik? Müştərinin, əgər variant birinci variantdırsa, müştərinin bizi yola verməyi, bu zaman biz hardasa boşluq eləmişik satış prosesində. Ehtiyac tələbat aşkarlamada ola bilər, təqdimatda olar və yaxud da kontaktın qurulmasında ola bilər. Yox, ikinci məsələdirsə, əgər müştərinin doğrudan da vaxtı yoxdursa, müştərinin doğru bir vaxtını yaxalamağa çalışmalıyıq. Bunun sirlərində artıq təlimdə deyəcəm.